Əsrlər boyu minlərlə din yaradıldı. Həqiqi mənəviyyat isə kölgədə qaldı. Çünki qəlibləşmiş dinlər sənə axtarıb kəşf etməyi deyil, sadəcə sorğulamadan inanmağı təlqin etdi. İnanmaq əslində bilgisizcə başqasının təcrübəsini sorğulamadan qəbul etməkdir. Sənə başqalarının yaşadıqları hazır resept kimi təqdim edildi və bununla da daxili axtarışının qarşısı kəsildi. Məbədlər, kilsələr, məscidlər, onlar əslində insanları birləşdirməli idi. Lakin araya görünməz divarlar çəkib dünyanı parçaladılar. Çünki hər din yalnız öz yolunun haqq yol olduğunu iddia etdi. Beləcə, hər bir ehkam insan şüuruna vurulmuş bir qıfıla çevrildi. Həqiqi mənəviyyat isə heç bir kitabın çərçivəsinə, heç bir binanın divarlarına sığmaz. Yaradan göydə oturub cəzalandıran və ya mükafatlandıran bir varlıq deyil. Tanrı kainatın daxilindəki o canlılıq, enerjidir, nəfəsdir, sevgi və şüurdur. Qorxu üzərində qurulan ibadət həqiqi ola bilməz. Cəhənnəm qorxusu və ya cənnət həvəsi ilə edilən hər şey sadəcə bir sövdələşmədir. Kör-körənə inanmağı dayandır. Həqiqəti özün kəşf etməyə başla. İnanc sənə saxta cavablar verir. Axtarış isə həqiqi təcrübə. Zəncirlərini qır, sərhədləri aş. Qəliblərdən uzaqlaş. Çünki həqiqət kənardan verilən bir bilgi deyil. O, yalnız daxili sükutda, öz mənliyini kəşf etdikdə oyanır.